diye çaydaşına, yapma kardeş kerem eyle, yapma kardeş kerem eyle, kerem eyle. Gördüm bir yerde aşina, her ne dersen öz başına. Yoldaşını yol kuşuna atma kardeş, kerem eyle. Şah İsmail Xətainin biz belə deyək ki, həm qılıncının, həm də qələminin yerinə yetirdiyi missiya onu qəhrəmanlığa, bahadırlığa, cəngavərliyə səsləyirdi və bu səsləyiş təkcə onun özünü deyil, bütövlükdə eli, bütövlükdə Türkman, Azərbaycan etnosunu ayaq üstündə saxlayaraq irəli aparmağa yönəldilmişdi və bu baxımdan onun Təbrizdən Şirvana səslənişi və Şirvan-Təbriz birliyi simasında bütöv vahid bir Azərbaycanın ortaya gəlməsini nidalaması da çox əlamətdar idi. Şah İsmail söylüyürdü ki, Şirvan xəlaiqi qamu Təbrizə daşına, mülk-i əcəm sorar ki, qiyamət haçan qopar. Yəni, mülk-i əcəmin, yabancıların qiyaməti o gündür ki, Şirvan və Təbriz birliyi, bu geniş mənada vahid, bütöv Azərbaycan dövlətçiliyi ortaya gəlmiş olsun. Xətai bu böyük tarixi missiyanı ilk dəfə gerçəkləşdirdi. O şeiri ilə, sözü ilə, qələmi ilə, qılıncı ilə, dövlət başçısı qüdrəti ilə geniş mənada, geniş kontekstdə belə böyük bir fütuhatı ortaya gətirdi. Şah İsmail Xətainin sözlərində, qılıncında, qarşısında durduğu, yəni bu hər iki missiya istiqamətindəki mətləb o qədər asan deyildi. Amma bununla bərabər Şah İsmail Xətai mənsub olduğu etnosun gücü ilə onu gerçəkləşdirməyin mümkünlük içərisində olduğunu görürdü və özü ordusunun, qoşununun başında həm qazi kimi, həm sərkərdə kimi dayanıb uçmaqda tuğlu quşuyam, ağır ləşkər ərbaşıyam, mən qazilər yoldaşıyam, qazilər deyin, şah mənəm misralarını söylədiyi zaman da həm əskər, həm də sərkərdə rütbələrində özünü görürdü və bu da Şah İsmaili xalqın sevimlisinə çevirmişdi. Xətai xalqın içərisindən gəlmişdi, babalarının, yəni əsl nəcabətinə baxdığımız zaman Türkman elatlarının içərisindən gəlmişdi. Ona görə də o xalqı ruhu genetik şəkildə daşıyıb gətirirdi. İkinci bir tərəfdən onun bir dövlət başçısı, bir şair sərkərdə kimi missiyası ideyalarını, Ələvi Bəktaşi ideyalarını, Qızılbaş ideyalarını sadə xalqa mənimsətmək üçün idi. Bunun üçün isə o, daha sadə, anlaşıqlı bir dildə danışmaq istəyirdi, danışırdı da. Yəni, xalqın çox rahat anlaya biləcəyi saz söz dilində danışırdı, bayatı dilində danışırdı və beləliklə də yenə də xalqın sevimlisi idi. Təsadüfi deyil ki, Şah İsmail Xətainin adı gələn saz söz məclislərində, elat məclislərində Xətai təxəllüsdə hər hansı bir şeir söylənildiyi zaman həmin dövrdə və ondan sonra da uzun bir zaman ərzində qadınlar ayağa durardılar, kişilər diz çökərdilər. Bu artıq Şah İsmail sözünə, Şah İsmail belə deyək ki, şəxsiyyətinə xalqın böyük ehtiramının ifadəsi idi və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, Azərbaycan dövlətçiliyinin böyük bir coğrafiya daxilində bərqərar olmasında bu amilin son dərəcədə böyük əhəmiyyəti var idi. Şah İsmail Xətainin Ələvi Bəktaşi mövzusunda yaratdığı şeirlərə diqqət yetirsək, bu şeirlər mahiyyət etibarından bir dini ideoloji şeir təsiri də bağışlayır. Amma bu şeirlərin arxasında duran missiya Azərbaycan dövlətçiliyini yaratmaq, Azərbaycan dövlətinin sərhədlərini möhkəmləndirmək, yəni vahid, milli bir dövlət quruculuğuna xidmət olduğundan bu şeirlər özünün o ilkin təqdimatından çox uzaqdır. Onlar zahiri təqdimatda deyil, daxili alt qatda öz mahiyyətini saxlayır. Bu baxımdan bu şeirlər sırf milli siyasi şeirlərdir. Şah İsmail'in bir dini, məngəbi, fəlsəfi şeirini alaq. Görəcəyik ki, dünyaca tanınmış filosof Feyerbaxdan təxminən 200 il öncə o bildirir bəşəriyyəti məhəbbətin xilas edəcəyini. Dünya, kainat, təbiət, insan münasibətlərinin açılmasının, təkamülünün aparıcı faktoru məhəbbətdir, deyir Şah babamız.
Məhəbbətdir yerin göyün dirəyi, məhəbbət edənin yanar ürəyi, aşiqin Beytullah məşuq durağı, haqq nəzər etdiyi yerdir məhəbbət. Məhəbbətdir la ilahə illəllah, məhəbbətdir Mühəmməd Rəsulillah, məhəbbətdir Əliyyən Vəliyullah, üçü də mənada birdir məhəbbət. Şah İsmail Xətai ilə ikinci Bəyazidin arasında qarşılıqlı hörmət vardı. Bəyazid Şah Xətaiyə belə bir namə yazmışdı. Siz Rum elini istila etmək fikrindən əl çəkin. Yaxşısı odur, üzünü İran, Turan və Hindistan tərəfə çevir. Oradakı xanlıqları hakimiyyətin altında birləşdir, güclü dövlət yarat. Avropa və yaxın qonşular bilirdi ki, Osmanlı və Səfəvi dövlətləri birləşsə, dünya düzəninə təsir edəcək gücə çevriləcək. Türkçülüyü çöktürmək üçün Sultan Səlimi hakimiyyətə gətirməyi planlaşdırdılar. Şah İsmail da bilirdi bunu. İstanbula xüsusi elçi heyəti göndərdi. Apardıqları məktubda Bəyazidin adı uca tutulurdu. Mənim babam yox, siğə ata oğul olaq yazmışdı Şah İsmail. Ziya Göyalpa görə elçilər İstanbul küçələrində dolaşanda Sultan Səlim Yavuz doğma atasını taxtdan salmışdı. Avropanın istəyi də elə bu idi. Öncə şayələr dövrəyə buraxıldı. Güya Sultan Səlim 40 min şiyəni, Şah İsmail isə 10 min sünnini qılıncdan keçirib. Təbliğat üçün hesablanmış, tarixə ötürülmüş bu dezinformasiya nə yazıqlar ki, bəzi tarixçilərimiz tərəfindən indi də təkrarlanır. Sultan Səlimlə Şah İsmaili üz-üzə gətirən səbəblərdən biri də o zamanlar qızılbaşlarla Bektaşilərin birləşməsi idi. Odur ki, hakimiyyətə gəldiyi 1512-ci ildən 1514-cü il Çaldıran savaşına qədər davakar, qanlı mövqe tutdu. Sultan Səlimin əksinə Şah İsmail bu düşmənçiliyi istəmirdi. Şah İsmailin dostluq çalışmalarını anladan ən yaxşı sübut onunla Səlim arasındakı məktublardır. Şah İsmailin Osmanlı Sultanını sülhə çağıran məktubları. Sultan Səlimin Şah İsmailə yazdığı 4 məktuba Səfəvi şahı yalnız bir cavab məktubu yazmışdı. Sultan Səlim bütün məktublarında Şah İsmaili alçatmağa, təhqir etməyə, özünü isə uca tutmağa çalışır. Məktublarının birində yazır. Bu müraciət Cənab Xəlifə Sultan Səlim Bəyazid oğlundan Əcəmi əmiri İsmail Namdara edilmişdir. Göründüyü kimi Sultan Səlim Şah İsmaili bir şah kimi tanımır. Bəzən onu əsrin əfrasiyabı, bəzən də Ərdəbil oğlu adlandırır. Osmanlı Sultanı artıq 3-cü məktubunda Şah İsmaili hədələməyə başlayır. Hənuz səndən nə namə gəldi, nə də özün itayətə gəldin. Əgər səndə biraz qeyrət və namus qalıbsa, gərək atına minib Qayseri ilə Sivas arasındakı düşərgəmə gələsən. Sultan Səlimin 3-cü təhqirlə dolu məktubundan sonra Şah İsmail ona bir cavab yazdı. Məhəbbət dolu və dostluq ifadə edən salamlarımızı qəbul ediniz. Şərəfli məktublarınız yetişdi. Onların məzmunu ədavət bildirsə də, cürət və mətanət etdiyi üçün bizə ləzzət verdi. Lakin bilmədim ki, bu düşmənçiliyin başlanğıcı və səbəbi nə ilə bağlıdır? Cənnətlik atanız zamanında əlaid dövlə üzərinə gedərkən sizin sərhədlərdən keçməli olduq. Ancaq aramızda dostluq və ittifaqdan başqa bir şey olmadı. Siz həzrət də ki, o zaman
Trabzon valisi idiniz. Aramızda birlik əlaqəsi göstərdik. İndilikdə isə ədalətin səbəbi məlum olmur. Əgər hakimiyyət davası